Selamun Aleyküm və Rahmetullah Mansur müəllim. Aleykümselam və Rahmetullahi və Berekatuhu. Mansur müəllim, bir nəfər var, iddia edir ki, Azərbaycanda məscidlər azdır. 2500 deyir var, onun mini fəaliyyət göstərmir. Məscidlər sökülüb yerində zamanı ilə Şadlıq sarayı tikilib. Belə şeylər və həmçinin deyir ki, Azərbaycanda namaz qılanlar azdır. Həmçinin deyir ki, Azərbaycanda dəvətçilər də azdır. Və bu azlığı göstərərək deyir ki, bu azlığın içində ehtiyac yoxdur. Kimsə mumeyyidir, kimsə bidətçidir, kimsə xavarizdir, söhbətini açmağa, yəni bidətçilərdən danışmağa ehtiyac yoxdur. Bizim bu boyda problemlərimiz var. Zəhmət olmasa bu barədə fikrinizi bildirərdiniz. Bismillahirrahmanirrahim, elhamdülillah, və salatu və selamu alə Rasulillah və bə'd. Birinci salamlayıram hər kəsi. Amma qaldı ki, Azərbaycanda olan məscidlərin sayı, ümumiyyətlə nə varsa Allah Teala bərəkət versin, Allah xeyirli eləsin ümmət üçün. Məscidimizdə, məscidlərimizi Allah o məscidlərdə xeyrin, haqqın yayılmasına yəni bizə yardım eləsin, onun yayılması üçün bizi izzətləndirsin, gücləndirsin, qüvvətləndirsin. Allah Teala ölkəmizi fitnədən, fitnə əhlindən, fitnəkarlardan, onların fəsadlarından qorusun, məscidlərimizi qorusun. Yəni nə varsa, yəni bizim ölkəmizdə və qeyri-müsəlman, başqa müsəlman ölkələrin, yəni qeyri dövlətlərdə, hansı ki, onlar müsəlman dövlətlərdə, Allah Teala onlardan hamısından razı olsun, Allah Teala onların xeyirlərini, bərəkətlərini artırsın. Bu məscidlərin çox olması, az olması nisbidir. Hələ dövlət var ki, o birinci yerdədir, hələ dövlət var ki, o ikinci yerdədir, hələ dövlət var ki, o üçüncü yerdədir. Hələ dövlət var ki, yəni İslam hökmləri ilə hökm olunmur. Yəni, amma məsələn, məscidlər orada İslam hökmləri ilə hökm olunan məscidlərdən çoxdur. Yəni, məscid olması gözəl bir meyardır. Lakin məscidin azlığın çoxluğunu gətirib, demək ki, məsələn, falan şeydən danışmaq olar, falan şeydən danışmaq olmaz, bu müqayisə düzgün deyil. Yəni, məscidlərin varlığı, məscidlərin yoxluğu, hansısa söhbətin varlığından, yoxluğundan yəni, xəbər vermir. Düzdür, məscidlərin olması daha yaxşıdır, daha gözəldir və bu insanlar üçün xeyirdir, şək yoxdur buna. Amma məscidlər sökülür, yerinə restoran tikilir, belə filan. Yəni, mən bilmirəm, məscid sökülüb yerinə restoran tikilmək belə bilmirəm. Yəni, yerinə, yəni onun yerində yoxsa məscidlər sökülür, amma başqa yerdə restoranlar tikilir, belə demək istəyir. Yəni, hər bir halda məscid sökülürsə də yerinə məscid tikilir. Yəni, bizdə Qarabağda bu son 5 il demək olar da, təqribən 2020-dən üzü bu yana neçə dənə məscidin açılışına ölkə başçısı gedib, neçə dənə məscidlər təmir olunub, neçə dənə məscidlər düzəldilib, səhmana salınıb, bəziləri dünyaya göstərilmək üçün saxlanılıb, o dağılmış halda yanında ondan daha böyüyü tikilib, daha yaxşı tikilib və biz səfərə gedəndə, yola çıxanda gedib orada namaz da qılmışıq. İçərisində girmişik, icazə veriləndə ziyarət eləmişik o məscidləri. Yəni, istər Şuşa məscidi olsun, istər Zəngilanda olan məscid olsun, başqa yerdə, hansı ki, məscidlər var. Məscidlər var, sadəcə olaraq hər şey yavaş-yavaş, hər şey tədricən inkişaf edir, gedir qabağa. Bu sayı fərqi bizə hələ də ciddi bir əhəmiyyət daşımır. O mənada ki, yəni, biz nədəsə danışaq, nədəsə danışmayaq, xavaricdən danışmayaq. Bu meyar deyil. Meyarı belə qoymaq səhvdir. Namaz qılanların sayı azdır. Yəni, bu meyar deyil. Meyar bu deyil. Yəni, haqqı deməyə baxmır, say azdır, say çoxdur. Təbii ki, xeyri, zərəri götürmək aydındır. Məsələn, fikirləşmək lazımdır. Amma belə mütləq dərəcədə də işlətmək bunu doğru fikir deyil. Bu yanlış fikirdir. Bir şey bilmək lazımdır ki, yəni bidət çox təhlükəli bir xəstəlikdir, təhlükəli bir fikirdir. Bidət azğınlıq deməkdir. Və o bir yerdə yayılarsa, məscidlər çox olsun, nə faydası var? Suriyada Azərbaycandan çox məscid vardı. Xavariclərin bidəti yayıldı, nə günə qoydular? Olsun İraq, fitnəni yaydılar, fəsad yaydılar, orada insanları ölümə verdilər. Orada məscidlər və ya namaz qılanlar bizdən bəyəm az idi. Burada məsələ məscidin çoxluğu, namaz qılanın çoxluğu azlığı deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, vaxt gələcək kafirlər sizin üzərinizə yırtıcı heyvan kimi düşəcəklər. Deyirlər ki, ya Rasulullah, o vaxtı biz az olacağıq. Deyir, yox, siz az olmayacaqsınız. Çox olacaqsınız, lakin
selin gətirdiyi çöp kimi. Çoxluq, bu heç nəyə meyar deyil. Heç nəyə meyar deyil. Təbii ki, olması gözəldir, yaxşı mənzərədir, məzhardır. Amma bu o demək deyil, yəni, həqiqət odur. Biz xavariclərdən, istər mumeyyilərdən, istər başqalarına danışmağımız birinci belə təqdim eləmək düzgün deyil. Bilirsiniz, bir şey təqdimatı və onun barədə fikir, yəni öncədən bir şey demək, bu mühümdür. Belə bir təsəvvür yaratmaq ki, biz ancaq onlardan danışırıq. Bu yanlışdır. Bu yanlışdır. Bunu iki dənə adam deyə bilər. Ya özü bilmir, yəni bilmədən danışır, ya da özü də onlardandır. İstəmir ki, ondan da danışsınlar. Yəni burada başqa şey yoxdur. Yəni bir tələbə, ondan qabaq bir alim bir şeyin təhlükəsini bilirsə, onu danışır, insanlara çatdırır. Təbii ki, hikmətlə, yerinə uyğun, zamanına uyğun bunu artıq orada yaşayan bilir. Yəni məsələn başqa bir ölkədən durub başqa bir yerə demək düzgün deyil axı. Çünki hədis alimləri, hədis əhli deyərdilər ki, yəni yer əhli yer barədə daha elmlidirlər. Yəni kənd əhli kəndi daha yaxşı tanıyır. Yəni əgərlərim bu insanlar məsləhə, məfsədəni ortaya qoyurlarsa, məsləhə, məfsədəni yer əhli bilir. Burada yaşayanlar bilir ki, bu məsələləri burada danışmaq olar. Hardan bilirlər? Sualların gəlməsindən. Görürlər ki, insanlar azdırıcı suallar verirlər. İnsanlar çaşqın suallar verirlər. Fikrə düşənlər çoxalıb və bu onlara təkan verir ki, onlar bu məsələni aydınlaşdırsınlar, dəqiq danışsınlar. Ayşə radiyallahu anh yanına qadın gəlir, deyir ki, necə olur ki, biz Ramazanda heyz olanda, xəstəlik olanda orucu qaytarırıq, namazı yox. Sualdır. Ayşə radiyallahu anh deyir ki, sən xavaricsən. Sən xavaricsən. Deyir ki, yox, sadəcə olaraq soruşdum. Deyir Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında biz tuturduq, qəza olaraq orucu, namazı isə qaytarmadıq. Yəni, bəzən bir dənə sözdən elm adamları bilir ki, nəsə təhlükə var. Bu gedib kiməsə qoşulub, bu gedib kiməsə dadanıb, kiminsə yanındadır. Yəni, belə suallar çox gələndə artıq elm əhli başa düşür ki, burada deyəsən bu fikirlər yayılır və bu fikirləri bir növ düzəltmək lazımdır. Bu fikirlərə bir çəki vermək lazımdır, bir düzən vermək. Yəni, buraxaq hələ məscid az deyənə xavariclərdən danışmayaq, təhlükəsindən danışmayaq. Namaz qılan indi onun sözlərinə görə azdırsa tərk eləyək. Bu düzgündür, bu yanaşma düzgündür. Mən namaz qılana görə azdırsa bu bir naqislikdir. Allah Teala kömək olsun bizi dəvət eləməyə, insanları namaza, oruca, ondan qabaq kəlmə-i şəhadətə. Əgər məscidlər azdırsa Allah Teala ölkə başçımızı müvəffəq eləsin, məscidlərimizin sayı artsın. Bunlara məsələyə dəxli yoxdur, yəni. Bunlara məsələyə dəxli yoxdur. Ona qaldı ki, məsəl üçün belə şeyləri müqayisə eləmək düzgün deyil. Bu müqayisə səhvdir. Bəli, insan qeyd etdiyi problemlər ola bilər problemdir. Məsələn, məscid azlığın ola bilər problemdir. Yəni, məscidin çoxluğu da bir şey deyil. Nə mənada bir şey deyil? Çünki məscidin çoxluğu o deməkdir ki, o yerin əhli salihdirlər, o yerin əhli yaxşıdırlar, onlarda problem olmayacaq. Biz gördük, mən bayaq misallar çəkdim. Dünya ölkələri ki, hansı ki, orada məscid, bəlkə də şəhərdə olan məscid bizim azuzanda olan məsciddən çoxdur. Əsas xeyir olsun, bərəkət olsun, örgədənlər xeyir əhli olsun, içindəkilər, danışanlar yaxşı olsun. Və s. və ilə axır. Ona görə yanaşma xatalıdır, yanaşma səhvdir. Yəni, bu yanaşmaya biraz düzəliş eləmək lazımdır. Ola bilər, sözlər özləri özlüyündə düzdür. Yəni, sözləri belə deyə də bir-birindən ayırsaq, bəlkə də düz çıxır. Amma onunla başqa şey istəmək, bu xatadır. Ona görə Əli radiyallahu anh xavariclərin fikirlərini deyəndə, Əli radiyallahu anh demədi ki, səhv söz deyirlər. Dedi ki, doğru sözdür, amma batil istəyirlər. Bu doğru sözdür, amma bu nə istəyir? Deyir ki, xavariclərdən danışmayın, mumeyyilərdən danışmayın. Hansı ki, mumeyyilərdə xavariclərə qapıdır. Kim xavaric olmaq istəyirsə, birinci mumeyyi olmalıdır, sonra xavaric. Peki oldu. Ora aparan qapıdır. O qapıdan keçməsən xavaric ola bilmirsən. Bunu necə şey eləmək olar? Hansı ki, xavariclik nəinki Azərbaycanda, dünyada bəladır. Ondan danışmaq məscidin sayına, müsəlmanların azlığına, çoxluğuna
Burada söhbət namaz qılanlardan gedir. Namaz qılan müsəlmanların saylığına, çoxluğuna baxmır. Azlığına, çoxluğuna baxmır. Məsələ baxılır təhlükəyə. Təhlükəni də kim şeydir? Orada olan elm əhli. Xüsusən orada yaşayanlar. Orada yaşayan elm əhli. Bəli. Bu ən doğru olan və ən düzgün olan yəni məsələ haqqında olan doğru kəlmədir. Allah da olsun bilir. Bir tarixi sual da vermək istəyirdim Mansur müəllim. Yəni Allah Rəsulü sallallahu əleyhi və səlləm xavariclərdən danışanda, bidətdən danışanda, məyər İslam o qədər mi yayılmışdı? Əslində İslam yayılmamışdı çox. Alimlər qeyd edir ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bidətdən danışırdı, xavariclərdən danışırdı, azğın fikirlərdən danışırdı. Azğın fikirli də yox idi. Onların heç birindən narahat olmurdu ki, ya Rasulullah bizdə elə adam yoxdur, niyə danışırsan ki? Təsəvvür et ki, azğın fikirlərin tüğyan etdiyi vaxtda kimsə narahat olur ki, niyə danışırsan? Yəni, niyə narahat olmağa dəyməz? Əksinə, sən də danış, sən də onları bu arada fikir bildir. Qoy insanlar bilsinlər ki, düz nədir, səhv nədir. Amma elə göstərərsən ki, hamı yaxşıdır, hamı qardaşdır, hamı mehribandır. Lab sən göstər lan, həqiqət elə deyil. Hər şeyin həqiqəti var. Həqiqət, onlar bizi kafir sayır, onlar ölkə başçısını kafir sayır, onlar hamını tağut sayır, onlar malı, qanı halal sayır. Yəni, və sən də bilirsən ki, elədirlər. Başqaları da bilir ki, belədirlər. Onlarla bir olmaq mümkün deyil, yəni, düzgün deyil. Düzgün deyil. Yəni, həm dini cəhətdən, həm örfü cəhətdən, adəti cəhətdən. Yəni, sanki cinayətkarla necə dost olalmış. Bəli, bəli. Ola bilər, eləmir cinayət, amma fikirləri cinayət. Biz yenə deyirik, sən təhlükəli adamsın. Təhlükəli adamsın. Bəli. Allah sizdən razı olsun. Allah razı olsun. Allah sizə